Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahummə salli əla Muhammedin və ali Muhammed və əcəlli vəlikəl fərəz. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Əziz xanımlar, bugünkü dərsimizin mövzusu mədd hərfləridir. Tərcüməsi isə uzun saitlər deməkdir. 3 dənə hərfi var, yəni məddi əlif, məddi vav, məddi yə. Bunlar uzun saitlərdir, qısa saitlər isə fəthə, kəsrə, dammə idi. Biz keçən dərs onları keçdik. Mədd hərfləri, ümumiyyətlə, mədd sözünün mənası uzatmaq deməkdir. Uzatmaq. Ümumiyyətlə, məddin növləri çoxdur. Gələcək dərslərdə inşallah onlar keçəcək. Yalnız və yalnız 2 səs miqdarında mədd hərfləri uzadılır. Bir nümunə yazsaq, məsələn, desək ki, bu hərfimiz X hərfidir. Fəthə olanda biz ona deyirik X. Ancaq məddi əlif olsa əgər burada qarşısına olacaq X, 2 səs. Digər bir nümunə yazaq, B hərfi. Biz buna deyirdik ki, dammə olanda. Deyirdik ki, bu. Amma biz ona vav məddi qoysaq, olacaq bu, 2 səs. Bir dənə də nümunə yazaq, inşallah. Y hərfi. Biz buna kəsrə qoyanda deyirdik Y. Ancaq Y məddi olsa elə, Y 2 səs miqdarına uzanacaq. Yəni, əlif, qalın məddi əlif. Qalın hərflərdə uzun A, incə hərflərdə uzun Ə kimi səslənəcək. Vav məddi. Bütün hərflərdə qalın, incə hər birində uzun U səsini bildirəcək. Y isə, Y məddi isə bütün hərflərdə uzun İ kimi tələffüz olunacaq. Bugünkü dərsimiz bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.